Salam əziz həmkarlar. Həzm sistemi və maddələr mübadiləsi Güvən Testbankın izahına baxırıq. Şəkildə X-lə insanın hansı dişi göstərilmişdir? Baxın, ümumilikcə bu insanın baxsaq 32 dişi var. Yəni təsəvvür edirik ki, 32 dişi var. Öndə olan 4 dənələr, bax bunlar, bu 4 dənələr olur kəssi diş. Kəssi dişin yanındakı bu bir dənələr olur köpək dişi. Köpək dişin yanındakı bu 2 dənələr olur kiçik yazı. Bu X-də düşür böyük azıya, yebəndi. İnsanın həzm sistemində karbohidratların parçalanması başlayır. Karbohidrat ağız boşluğundan başlayır. Hansı vitamin çatışmadıqda skorbut xəstəliyi yaranır? C kimi yadınızda saxlaya bilərsiniz, C vitamini. Hansı sınaq şüşəsində bir müddət sonra kimyəvi həzm prosesi baş verəcək? Baxaq, ağız suyunun üzərinə nişasta məhlulu töküb. Nişasta karbohidratdır. Kimyəvi həzm baş verəcək. Bir də mədə-altı vəzi şirəsi bitki yağının üzərinə tökülür. Bu da baş verəcək. 2-də mədə şirəsi heyvani zulalda, bəli, zulalın da parçalanması başlayır mədədə. 3-də də baş verəcək D-bəndi. Nöqtələrin yerinə uyğun gələn sözü yazmalıyıq. İnsan bədəninin təqribən 3-də 2 hissəsi sudur, C-bəndi. 24 yaşlı insanda sayı kəssi dişlərin sayına bərabər olur. Kəssi dişlərin sayı deyir. Baxın, 24 yaşlı insanda ağzından heç bir diş çıxarılmayıb. Sayı 8 ədəd olur kəssi dişin sayı. Kəssi dişin sayı da kiçik yazı dişlərin sayına bərabərdir, A-bəndi. Böyük yazı dişi 12-dir, ağıl dişi 4-dür. Bütün azı dişləri 12, 8, 20-dir. Köpək dişləri 4-dür. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Köpək dişlərinin sayı 4, kəssi dişin sayı 8, kiçik yazı 8. Deməli, Y-lə Z biri-birinə bərabərdir, böyükdülər ikisindən, Y-bəndi. Süd xoşlayan və sutka ərzində çoxlu süd içən insanın həzm kanalının hansı şöbəsinin vəzləri daha intensiv işləyər? Süd mədədə də ifraz, yəni mədədə də kimya vəzmə uğrayır, bir də nazik bağırsaqda. Həm mədə, həm nazik bağırsaq. Yanlış ifadəni müəyyən edin. Qida mədədə təqribən 4-8 saat qalır, doğrudur. Sutkada 2,5 litr mədə şirəsi ifraz olunur, doğrudur. Mədənin divarı saya əzəllər 3 istiqamətdə uzunluğa eninə köndələn yerləşir, doğrudur. Həzm orqanlarının işi sinir və humoral yolla tənzimlənir, doğrudur. Həzm kanalında zülallar əvvəlcə zəif qələvi, sonra turşumükdə parçalanır, səhvdir. Ağız boşluğunda zülal parçalanmır. İnsanın həzm sisteminin hansı hissəsində həzm fermentləri sintez olunmur? Mədə-altı vəzidə olunur, nazik bağırsaqda olunur, mədədə olunur, ağız boşluğunda olunur, düz bağırsaqda heç bir ferment sintez olunmur. Uyğunsuzluğu müəyyən edin. Məsələn, 3-ə verib 1-ə baxaq. 1 qaraciyər, doğrudur. 2 kör bağırsaq, doğrudur. 3 qida borusu, doğrudur. 4 mədə, doğrudur. 5 anı, 4 mədə. 5-i verib nazik bağırsaq, səhvdir. Deməli, Y bəndi. Dəridə əmələ gələrsək, uşaqlarda raxit xəstəliyinin qarşısını alan vitamin D vitaminidir, C bəndi. İnsanın həzm sisteminə aid uyğunsuzluğu müəyyən edin. Mədə-altı vəzinin axacağı 12 barmaq bağırsaq açılır, doğrudur. Qaraciyər mədiyə yox, 12 barmaq bağırsaq açılmalıdır. Qaraciyərin hazırladığı öd. Dilaltı vəzi ağız boşluğuna, doğrudur. Bağırsaq vəziləri bağırsağa, doğrudur. Çənaltı vəzi ağız boşluğuna, doğrudur. Orta yaşlı sağlam insanın gündəlik qida normasında hansı maddənin kütləsi digərlərinə nisbətən çoxdur? 350-500 qram olan karbohidratın. Hansı vitamin çatışmadıqda insanda toyuq körlüğü əmələ gəlir? A vitamini çatışmadıqda insanda toyuq körlüğü əmələ gəlir. İnsanda mədə-altı vəzinin axacağı açılır, 12 barmaq bağırsağa mədə-altı vəzinin axacağı açılır. Təqribən 100 mg B vitamini olan çəltik dəni bişirildikdən sonra həmin vitaminin miqdarı necə dəyişər? 100 mg-dır, çəltik dəni də 20%-ni itirir, yəni 20 qramını itirir. Deməli, miqdarı 20 mg azalacaq.
İnsanın mexaniki həzm prosesinə aiddir. Mexaniki həzm dişlər vasitəsilə, yəni insan qidanın ağız boşluğunda dişlər vasitəsilə üyüdülməsi elə abəndir. Xlorid turşusunun insanın həzm sisteminə hansı rəqəmlə qeyd olunmuş hissəsində sintez olunur? Xlorid mədədə sintez olunur. Bu da C bəndi. Qaynadılma zamanı B qrup vitaminlərinin miqdarı bitki mənşəli qida məhsullarında təqribən neçə faiz azalır? 20% bitkidə, 15-60% də heyvan mənşəlidə. Həzmin tam başa çatdığı, suyun çox hissəsinin qana sorulduğu həzm orqanıdır yoğun bağırsaq. Verilmiş yaş dövrlərində insanın böyük yazı dişlərinin sayının kiçik yazı dişlərinin sayına olan nisbətinə baxmalıyıq. 5 yaşlıda böyük yazı dişi çıxmayıb 0. Kiçik yazı dişlərdə 8 olacaq. 25 yaşlıda böyük yazı dişlərinin sayı 12, kiçik yazı dişlərində 8. 12 də ixtisar gedir 4-ə, qalır 3, 8 də 4-ə 2. Yəni 0, 8, 3, 2. Bu da eləyir Y bəndi. Sutkalıq norması ən çox olan vitamin hansıdır? C vitamini 50-100 mg sutkalıq normasıdır. Sutkalıq norması ən az olan vitamin D vitamini 0,2, 0,5. Yetkin insanın böyük yazı dişlərinin sayı onun dişlərinin ümumi sayına. Dişlərin ümumi sayı 32-dir yetkin insanda 100. Böyük yazı dişlərinin sayı da 12-dir x. Buradan bunu tapırıq. Bu da eləyir 37,5. Süd dişlərinin sayı insanda ömür boyu çıxan dişlərin ümumi sayına. Ömür boyu çıxan dişlər 52-dir. Yəni 32 dənə daimi, 20 dənə süd. Bu deyir 52. 52 100%dir. Süd dişlərimdə 20-dir x. 20-ni vuracaqsınız 100-ə, böləcəksiniz 52-yə. Bu deyir 38,46. Orta yaşlı insanda hansı dişlərin sayı kəssi dişlərin sayına bərabərdir? Kəssi 8-dir, kiçik yazı dişlərin sayı da 8-dir. Bunlar bir-birinə bərabərdir. Orta yaşlı insanın hansı dişlərinin sayı ağıl dişlərinə bərabərdir? Ağıl 4-dür, köpək dişləri də 4-dür. Bərabər deyil yazıb, deyil. Alt çənədəki kəssi dişlər 4-dür, köpək dişi 4-dür, üst çənədəki kəssi diş 4-dür, alt çənədə kiçik yazı 4-dür, üst çənədəki azı dişlər deyəndə həm böyüyü, həm kiçiyi götürürsən, bu səhvdir. 20, 10'u yuxarıda 10 aşağıya düşür. Hansı vitamin çatışmadıqda insanda beyri xəstəliyi əmələ gəlir? Əlbəttə ki, B1 vitamini. İnsanın həzm sistemində turş mühitdə kimyəvi dəyişilməyə məruz qalır süd yağları lipaza fermentinin təsirindən. Süd zülallarda ximozin fermentinin təsirindən turş mədədir. Doğru ifadəni müəyyən edin. Qidada C vitamini çatışmadıqda yoğun bağırsaqda bakteriyalar tərəfindən sintez olunur, səhvdir. Sümüklərin inkişafı sürətlənir, səhvdir. Gözləri zəif görür, səhvdir. Dərisində ultrabənövşəyi şüaların təsirindən əmələ gəlir, bu D vitaminidir. Yoluxucu xəstəliklərə qarşı müqaviməti zəifliyir, Y bəndi. Suda bişmiş yer kökünün təqribən N milliqram A vitamini vardırsa, bişəndə yer kökü yarısını itirir A vitamini. Məsələn, N imiş. Bu nə qədər imiş ki, yarısı N olub? Deməli, 2 N imiş ki, bunun yarısı düşüb N-ə. Bu deyir C bəndi. Əgər bişmiş çəltik dənlərinin tərkibində N milliqram B1 vitamini vardırsa, onda onların tərkibində bişirilməmişdən əvvəl bu vitaminin miqdarı nə qədər olmuşdu? Baxın, ümumi 100%dir. Bu 20%-ni itirib, yerdə qalıb 80-i. Çəltik 20-dir də, yəni faiz 20-dir. Bu 80 qalan, yəni 80%-i N-dir, N miqdardadır. Bəs 100%-im nə qədər olacaq? X. 100-ü vuracaqsan N-ə, böləcəksən 80-ə. Bu da 2-yə ixtisar gedir, qalır 5N. Bölünsün 2. 5N bölünsün 4. 12-yə 5, 8-2-yə 4. Bu deyir D bəndi. İnsanın hansı damarında axan qanın tərkibində amin turşuları, glikoza və vitaminlərinin miqdarı çoxdur? Əlbəttə ki, bağırsaq venasında. İnsanın normal fərdi inkişaf zamanı yalnız bir dəfə çıxan dişlərin sayı 20, yalnız bir dəfə çıxan dişlərin sayı, üzürlü sayın. Bir dəfə çıxan dişlərin sayı böyük yazı dişləridir, 12 dənə. Süd dişlərinin sayı 20-yə.
12-4-ə 3, 24-ə 5. 3-ün 5-ə nisbətində bu deyir C bəndi. Orta yaşlı sağlam insanın sutkalıq minimum enerji tələbatı 10.500 kilojoule, təqribən neçə faizi heyvani zulalın payına düşür. Bax, bizə heyvani zulal nə qədər lazımdır? Əvvəlcə siz onu tapmalısınız. Bilirsiniz ki, normal insana 85 qram zulal lazımdır. Bunun 48 qramı heyvani mənşəlidir. Yəni 48 belə deyək, vurulsun 17,6 heyvani zulaldır. 10.500 deyir. Bunu vuracaqsınız, tutalım tapacaqsınız 2. Aldığınız cavabı da 10.500'üm 100%dir. Bax, belə olacaq. 10.500'üm 100%dir. Bəs aldığım neçə faizdir sual? Aldığınız rəqəmi 100'ə vurub böləcəksiniz 10.500'ə. Bu da hardası eləyəcək 8. Yəni cavab ya 8'dir ya 16'dır mən bilən. Amma nəsə gedişimiz düzdür, o formada yazın. İnsanın nazik bağırsağında həzm zamanı bağırsaq kapillyarları ilə hərəkət edən qandakı qida maddələrinin miqdarının zamandan asılılıq qrafiki düz mütənasibdir. Bu, nə qədər qida maddəsi yesən, qanına bir o qədər bunun monomerləri keçəcək. İnsanda öd, qaraciyər, öd kisəsinin axacağı hara açılır? 12 barmaq bağırsağa açılır. İnsanda çeynənməmiş qida ağız boşluğundan bilavasitə hara keçir? Ağız boşluğu udulaq. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. Beri, skorbut, bir də toyuq çorluğu. Beri, B vitamini, skorbut C vitamini, toyuq çorluğu da A vitamini. Buna əsasən uyğunluğu müəyyən etməliyik. Qaynadılma zamanı bitki mənşəli qidada məhsullar Y-in miqdarı 2 dəfə artır. Səhvdir. Zetin insanda sutkalıq qidası təxminən 50-78. Səhvdir. A vitamini xeyir. X bitki mənşəli qidada olmur. B vitamini olur paxlalı bitkilərdə. Y qida çatışmadıqda Y nədir? C vitamini infeksiyon xəstəliklərə qarşı müqavimət zəifləyir. Doğrudur. Z, A vitamini günəş şüasının təsirindən dəridə əmələ gəlir. Səhvdir. Bu D vitaminidir. Qida borusu bilavasitə haradan? Qida borusuna bilavasitə haradan keçir? Udulaqdan. Ağız suyunun tərkibindəki fermentlər hansı üzvü maddələrin parçalanmasında iştirak edir? Karbohidratların. İnsan orqanizmində bəzi vitaminlərin sintezi bağırsaqların hansı şöbəsində nəyin hesabına? Yoğun bağırsaqda bakteriyaların hesabına gedir. İnsan orqanizmdə bağırsaqlar hansı boşluqda yerləşir? Bağırsaq həm qarın, həm çanaq boşluğunda yerləşir. Verilmiş proseslərdən hansı insanın ağız boşluğunda getmir? Qidanın islanması gedəcək, xırdalanması gedəcək, karbohidratların nisbətən kiçik molekullara parçalanması gedir, qidanın əzilməsi gedir, zülalların nisbətən kiçik molekullara parçalanması səhvdir. Bu mədədən başlayır. Vitamin çatışmamazlığı nəticəsində əmələ gələn xəstəlik deyil. Skorbut xəstəlikdir, beri-beridə, raxitdə, toyuq çorluğu da, amma hepatit xeyir, qaraciyər xəstəliyidir, C bəndi. Şəklə əsasən doğru bəndi müəyyən edin. 1 dişin tacıdır, 2 dişin boynudur, 3 də əsasən diş köküdür. 1 tac, 2 boyun, 3 kök, C bəndi. Tərkibində 20 qram B qrup vitamini olan qarğıdalı dənləri bişirildikdən sonra həmin vitaminlərin miqdarı nə qədər azalar? Yəni 20 milliqram qarğıdalı dənidir. Bu 20% azalacaq. 20'nin 20%'ini tapassan, vurarsan 20'yə böləcəksən 100'ə, burada təqribən 4 qram azalar düşür. Normal halda insanın mədəsindəki qida horrasının tərkibində ola bilməz. Qida horrasının tərkibində mədədə ödünə gəzir, öd 12 barmaq bağırsaq açılır. Serroz xəstəliyinin baş verdiyi orqan şəkildə hansı rəqəmlə göstərilib? Serroz qaraciyərində, bu da 2'dir, B bəndi. İnsanın həzm sisteminə hansı orqanın çox hissəsi qarın boşluğunda yerləşmir? Qida borusunun. Ödün funksiyasına aid deyil. Yağların həzmini asanlaşdırır, doğrudur. Bağırsağın işini sürətləndirir, doğrudur. Bağırsaqda turş mühit yaratmır, səhvdir, onun qarşılığını alır, C bəndi. Zərərli bakteriyaların fəallaşmasının qarşısını alır, doğrudur. ADK vitaminlərin sorulmasını asanlaşdırır, doğrudur.
Həzm orqanlarını qorumaq üçün səhvi tapmalıyıq. Yeməkdən əvvəl və sonra əllər sabunla yuyulmalıdır. Doğrudur. Bol-bol miqdarda meyvə tərəvəz yeyilməlidir. Doğrudur. Qida ağızda çox çeynənilməlidir. Doğrudur. Çox acı və duzlu yeməklər yeyilməlidir. Çox acı və duzlu niyə yesin ki yemək? Səhvdir də, debəndi. Siqaret və spirtli içkilərdən uzaq durmalıdır. Doğrudur. 15 yaşlı məktəblinin alt çənəsindəki dişlərinin sayı N-dir. 15 yaşlı məktəblidə böyük yazı dişləri 8-i çıxıb. Yəni 28 dişi var. Və alt çənəsindəki N-dirsə N14-dür. Onun 25 yaşında ağız boşluğunda maksimum neçə dişi olar? Ağız boşluğunda da bizim 32 dişimiz olur. İçini vuraram N-ə, üstünə 4 gələrəm ki, eləsin 32 yebəndi. Şəkilə əsasən doğru mülahizəni müəyyən edin. Baxaq, 5-cidə, nazik bağırsaqda. Həzm kanallarında zülalların ilk səhvdir. Zülal ilk mədədə həzmə uğrayır. 3-cü xarici sekresiya vəzidir, düzdür. Ağız boşluğunda yerləşənlər xaricidir, B bəndi. 2. Həzm kanalının ən uzun şöbəsidir, səhvdir. 1. Daxili sekresiya yox, xarici sekresiya vəzidir, qaraciyər. 2. Yoğun bağırsaqdır. 4. Həzm kanalında qida maddələrin ilk mexaniki səhvdir, mexaniki dişdə gedir. Yəni ağız boşluğunda. İnsanın öd kisəsindəki öd ilk olaraq həzm kanalının hansı hissəsini açılır? 12 barmaq bağırsağa. Cədvələ əsasən X-i müəyyən edin. Qida tərkibi yer köküdür. Tərkibindəki vitamin adı bişirilməzdən əvvəl X, bişiriləndən sonra 80. 2 dəfə itirir də, yəni yer kökü A vitamini bişəndə 2 dəfə itirir özünü. 80 nə qədər imiş ki, yəni X nə imiş ki 2 dəfə itib qalıb 80, 160 imiş də. Çünki A vitamini yer kökündə, yer kökünü bişirirsənsə tərkibində olan A vitamini 2 dəfə itirir. Yəni yarısına düşür. Bunu belə də yaza bilərsən. A bölü 2 bərabərdir 80, buradan A-nı tap. A da bərabərdir 160. Bu formada da yaza bilərsən. İnsanın C vitamininə olan sutkalıq maksimum tələbatının Y vitamininə olan nisbəti. Baxın, C-nin Y-yə nisbətini tapmalısan. Sən bilirsən ki, 50-100 milliqram səndə nə olmalıdır? C vitamini olmalıdır. Maksimum 100-dür. Və Y vitamini də 10-15 milliqram olmalıdır. Y 10-15. Y-nin də minimumu 10-dur. 100-ü 10-a böləndə düşür 10. Deməli 10 dəfə nədir? Çoxdur. Eyler-Venn diaqramına əsasən düzgün bəndi müəyyən edin. D vitamini, C vitamini 1, 2, 3. Gəlin müəyyən edək. Məsələn 1 deyir. Suda həll olur. Baxın 1, 2, 3. Suda həll olur. Suda həll olan C vitaminidir. A, B, bax. A, D, Y, K yağda həll olanlardır. Yerdə qalan suda həll olanlardır. 2 aiddir 1. Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə dəridə əmələ gəlir. Bu D vitaminidir. 2. Orqanizmdə qaraciyərdə depolaşır D vitaminidir. 3. Yağda həll olur D vitaminidir. 4. Çatışmamazlığı xəstəliyə səbəb olur hər ikisi. Deməli 1-ə uyğundur 2, 3, 4, 2-yə uyğundur 1, 3-ə də uyğundur 5. Bu da eləyir B bəndi. Nöqtələrin yerinə yazıla bilməz. Məədaltı vəznin şirəsində vitaminləri parçalayan ferment yoxdur. 1. Yağları var, zülalı var, karbohidratı var. Yalnız 1 debəndi. Açıq tipli test tapşırıqları. İnsanın bir günlük minimum karbohidrat normasının verdiyi enerji. Baxın həmkarlar, bizə bir gündə 380-500 qram karbohidrat lazımdır. 1 qram karbohidrat parçalananda 17,6 kilojul enerji ayrılır. Bəs minimum deyirsə 380 qram parçalananda nə qədər ayrılacaq ikisi? Buradan ikisi tapasınız. Bitki mənşəli qida bişirildikdən sonra onun tərkibində 40 milliqram B qrup vitamini qalıb. Bitki mənşəli qida 20%-ni itirir. Yəni 100%dir, bu 20%-ni itirib qalıb 80%. Bax, bu 80 qalan 40 milliqramdır. Yəni 80%-im 40 milliqramdır. Bəs 100%-im nə qədərdir? X. 100-ü vurarsan 40-a böləcəksən 80-ə, bu da düşəcək 50. İnsanın bir günlük minimum yağ normasının verdiyi yağ bizə 80-100 qram lazımdır. Bir gün minimumu soruşur. 1 qram yağ parçalananda 38,9 kilojul enerji ayrılır.
Bəs 80 qram yağ parçalananda nə qədər x? Buradan vurub cavabı tapasan. Cədvələ əsasən x və y-in cəmin hesabla ağızdan diş çəkilməyib. İnsanın dişi, azı dişləri 8 dənə kiçik yazıdır. Böyük yazı dişlərindən 8-i çıxıb. Hələ ağıl dişi çıxmayıb. X-ə aiddir 16. Y-də də elə 12 dənə böyük yazı dişidir. 8 dənə də kiçik yazı dişidir. Y-də 20-dir. 20-nin üstünə gələsən 16 eləyəcək 36. 50 qram yağ parçalandıqda neçə kilojul enerji ayırırlar? 1 qram yağ parçalananda 38,9. 50 qram parçalananda x. 50-ni vuracaqsan 38,9-a. Orta yaşlı insan 30 qram noxud yeməklə orqanizmə olan B2 vitaminə olan sutkalıq minimum tələbatını ödəyir. Bizə də minimum 2-3 milliqramdır. Maksimumu deyir. Məsələn, minimum 2-dir. 2-ni 30-la ödəyib və 3-ü nə ilə ödəyəcək maksimumu x? 3-ü vurarsan 30-a, böləsən 2-yə, eləyəcək 45. İnsanın ağıl dişlərinin sayı. Ümumi ağıl dişi deyəndə 12 böyük ağıl dişinin sayı 4 dənə. Ömür boyu çıxan dişlərin ümumi sayından. Ömür boyda 52 çıxır. 52-ni bölürsən 4-ə. 52-ni 4-ə böləndə 13 düşür. İnsanın həzm sisteminə aid xəstəlikləri seçin. Vəbadır, serrozdur, bir də hepatitdir. 1, 2, 4. Vərəmlə hemofiliya xeyir. Vərəm tənəffüs sisteminin xəstəliyidir, hemofiliya da qan xəstəliyidir. Verilmiş proseslərdən hansılar insanın həzm sistemində su yoğun bağırsaqda sorulur, bir də vitamin sintezi olunur. Xlor turşusu mədədə sintez olunur, amin turşusu da 12 barmaq bağırsaqda. Qeyri-üzvü maddələri seçin. Mineral duzlarla su qeyri-üzvüdür, yağ, karbohidrat üzvülər üzvüdür. Orta yaşlı insanda hansı diş növləri hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər? Ortada yerləşən kəsici dişlərdir hər iki tərəfdən. Bir də böyük yazı dişlərdir. Sonda bax 1, 2, 3 dənə böyük yazıdır. Bu ortada yerləşən hər iki tərəfdən özüdür. Bir də ortada yerləşən 1, 2, 3, 4. Bax bu 2 dənə kəsici dişlərdir ki, hər iki tərəfdən özü ilə qonşudur. Yəni 3 ilə 4. Məsələn, köpək dişləri bu kəsici dişlərdir, tutalım 4. Bunun yanına düşür köpək dişləri. Böyründən kiçik yazı başlayır, özü ilə qonşu deyil. Eynən də kiçik yazıda. Məsələn, bax 1, 2, 3, 4. Bu 4 dənə olsun kəsici. Bu 2 dənə olsun köpək. Bunun yanında da olsun 1, 2. Bunlar da olsun kiçik yazı dişlərim. Hər iki tərəfindən özü ilə qonşu olmadı axı. Bir tərəfindən özü ilə, bir tərəfindən köpəklə qonşu düşür. Suda həll olan vitaminləri seçin. Bax, A, D, Y, K yağda həll olur. Yerdə qalan B vitamini də suda həll olur. C vitamini də suda həll olur. Yanlış fikri müəyyən edin. Həzm kanalının bir hissəsidir. Düzdür. Udulaqla mədə arasında yerləşir, səhvdir, mədədən aşağıda yerləşir. Yalnız suyun və mineral maddənin qana sorulmasını təmin edir, səhvdir. Qarın və çanaq boşluğunda yerləşir, doğrudur. Qida insanın həzm sisteminə düşdükdən qana keçənə qədər baş verən prosesləri düzgün ardıcıllıqla yazın. Birinci ağız boşluğuna düşür, orada mexanik həzm gedir. Sonra bir qisim kimyəvi həzm ağız boşluğunda, gəlir mədəyə kimyəvi həzm, oradan keçir 12 barmaq bağırsağa, bağırsaq xovlarının epitel hüceyrələrinə keçmə, oradan da qan damarlarının epitelisinə keçmə. Vitaminlər haqqında səhv fikri müəyyən edin. Çatışmamazlığı orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, düzdür. Orqanizmdə əsas inşaat materialıdır, səhvdir. Yağda və suda həll olan növləri var, düzdür. Bişirilmiş qida məhsulunda olmur, səhvdir. Yarısını itirir, yarısı qalır. İnsan orqanizmində sintezi oluna bilər, düzdür. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Gəlin edək, hər ikisinə aid olan deyir, həm mədaltı vəziyə, həm mədiyə. Həzm kanalının kənarda yerləşən həzm vəzisidir, bu mədaltı vəzidir. Qarın boşluğunda yerləşir hər ikisi. Həzm şirəsinin tərkibində ferment, selik və xlorid turşusu olur, bu mədiyə aiddir. Qanda glikozanın miqdarını tənzimləyən hormon bu mədaltı vəzidir. Həzm fermentləri hazırlayır hər ikisi. Həkim xəstənin öz diş növü ilə qonşu olmayan dişlərin yarısını müalicə etdi. Müalicə olunan dişlər bilavasitə hansı diş növü ilə qonşudur? Öz diş növü ilə qonşu olmayan köpək dişləridir. Bax, 1, 2, 3, 4. Bu mənim kəsici dişimdir.
Bunun yanında yerləşir köpək dişim, öz diş növü ilə qonşu deyil. Bunun yanında da yerləşir kiçik yazılarım, bax bu formada. Məsələn, kiçik yazı da özü ilə qonşudur, kəsicidir, amma köpək dişləri yox. Səndən köpəyi soruşur. İndi köpəyin nəyini tapmalıyıq? Qonşusun. Kəsici dişdir, bir də kiçik yazı dişləri də köpək dişlərinin qonşusudur. Vitamin çatışmazlığı nəticəsində əmələ gəlir raxitlə beyri-beyri. Vitamin çatışmamazlığı nəticəsində əmələ gəlir. 25 yaşlı insanın ağız boşluğunda 32 diş var. Bu dişlərdən hansılarının sayı biri-birinə bərabər deyil? Kəsici 8, kiçik yazı 8. Köpək 4, ağıl 4. Kəsici 8, köpək 4. Biri 3. Kiçik yazı 8, böyük yazı 12. Biri də 4. C vitamini ilə zəngin qida məhsulları sitrus meyvələri, limon, portağal, qarağat. Bunlar C vitamini ilə zəngindir. Y vitaminini tapmalısınız. Qanın laxtalanması K-dır. Çatışmadıqda raxit D-dir. Yaraların sağalmasını təmin edir, doğrudur. Əzələlərin cinsiyyət vəzlərinin işini tənzimləyir, doğrudur. Sən 1-yə, 2-yə, 3-yə aid olanı tapmalısan. Zülal. Zülal 85 qram zülal lazımdır. Bunun 48 qramı heyvani mənşəlidir, 37 qramı bitki mənşəlidir. 1 qram parçalananda 17,6 kilojul enerji verir. 1-ə uyğundur D. Karbohidrat 380-500 qram karbohidrat lazımdır. 1 qramı parçalananda 17,6 kilojul enerji verir. A. Yağ 80-100 mg yağ lazımdır. 30 qramı bitki mənşəlidir. Yerdə qalır 30-70 qramı da heyvani mənşəlidir. Bu da eləyir B. Uyğunluğu müəyyən edin. Yoğun bağırsağın birinci hissəsidir. Bu kor bağırsaqdır. Həzm kanalının ən geniş şöbəsidir. Bu 12 barmaq bağırsaqdır. Yoğun bağırsağın üçüncü hissəsidir heç biri. Nazik bağırsağın birinci hissəsidir. Baxın, həzm kanalının ən geniş şöbəsi mədədir. Mədə. 1-ə uyğundur B. 12 barmaq uzun şöbəsidir. Geniş deyəndə mədədir. Aha. Nazik bağırsağın birinci hissəsidir. Bu da eləyir D. 12 barmaq bağırsaq. Həzm kanalının ən uzun şöbəsidir. Aha. Ən geniş şöbəsidir. Birinci hissəsidir 12 barmaq. Bu da səhvdir. Ən uzun şöbəsi qida borusuna aiddir ki, qida borusu ən uzun şöbəsidir. Ağız boşluğu, udlaq qida borusundan düşür, düz mədiyə gələnə qədər. Yəni, döş boşluğundan keçir, gəlir qarın boşluğuna, mədiyə gələnə qədər. 24. Dişin tacı, dişin boynu, dişin kökü. Aha, tac, boyun, kök. Mina qatı ilə örtülüb dişin tacı. 1-ə A. Dişin boynu diş əti ilə örtülüb desna. 2-yə D. Dişin kökü də sementlə əhatə olunub. 3-ə də B. A, D, B. Arxası var, xeyr.